Adəm Peyğəmbər tarixdə ən çox ağlayan şəxsiyyətlərdəndir. Ən çox ağlayan şəxsiyyətlərdəndir. Çox ağlamaqdan da onun göz yaşı deyir, gözünün ətrafında bir çuxur axar yaratmışdı. O qədər ağlamışdı. Niyə ağlamışdı Adəm? Adəmin ağlamaqlığının səbəbi nə idi? Çünki cənnətdən qovulmuşdu da. Düzdür? Müəyyən bir işə görə Allah Subhanahu və Teala onu cənnətdən çıxarmışdı. Ona görə də gecə də ağladı, gündüz də ağladı və İslam aləmində tarixdə ən çox ağlayan insanların sırasına daxil oldu. Nədir? Bir cənnətdən çıxdığına görə, qovulduğuna görə. Lakin gəlin Həzrəti Zeynəbi Adəmlə müqayisə eləyək. Adəm əgər bir cənnətdən qovuldusa, Həzrəti Zeynəb salamullah əleyha ən azı 2 cənnətdən nədir? Məcbur qaldı, çıxdı. Birinci, babası Peyğəmbərin şəhərində, Mədinədə rahat yaşayırdılar, məcbur oldular getməyə. İkinci də nədir? Kərbalada İmam Hüseynin yanından məcburi ayrıldı. Nə qədər yaşadıqları, nə qədər fəda etdikləri ağır olsa da, amma məsuliyyətli bir şəxs kimi yoluna davam elədi. Hər yerdə öz sözünü dedi. Adəm bir cənnətə görə ağladı, bəkka oldu, ən çox ağlayan. Zeynəb isə nələrini fəda eləmədi.